Hər kəs yenidən salamlayıram. Universitet dönəmlərində də bunu tez-tez müşahidə edirdim. Həm müəllimlərimizlə olan söhbətlərimiz, həm iştirak etdiyim debatlar və simulyasiya konfranslarında çox vaxt terminoloji aydınlıq və terminoloji qarışıqlıq kimi məsələlər, xüsusilə sosial dövlət, liberal iqtisadi dövlət və Azərbaycan bu üç bucağı arasında çox ciddi şəkildə özünü göstərirdi. Gəlin isə anlayışları qarışdırmadan aydın bir kontekstdə məsələləri dəyərləndirək. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə uyğun olaraq Azərbaycan dövləti unitar, dünyəvi, demokratik və hüquqi dövlətdir. Eyni zamanda Konstitusiyamızın 15 və 16-cı maddələrində sosial-iqtisadi inkişaf, iqtisadiyyat məsələlərinə toxunulur. Azərbaycanda iqtisadiyyatın sosial yönümlü olmasına bağlı təşviq normativ şəkildə bizim Konstitusiyamız öz əksini tapmışdır. Haqsız rəqabətə, inhisarçılığa yol verilmir. Örnək olaraq isə bir digər dövləti götürək. Almaniya Federativ Respublikası. Almaniya Federativ Respublikası Konstitusiyasının 20-ci maddəsində isə konkret şəkildə əks olunur ki, Almaniya dövləti sosial və federal dövlətdir. Bunu biz digər Şimali Avropa ölkələrinin konstitusiyalarında, qanunverici orqanlarında, aktlarında görə bilərik. Örnək olaraq Norveçin biz bu sahədəki təcrübəsini nəzərə alsaq, Norveçdə 1845-ci ildə ilk sosial yardımlarla bağlı dövlətin müdaxiləsi baş vermiş. 1863-cü ilə qədər bu müxtəlif formada, qanun şəklində bu praktika tətbiq olunmuş. 1900-cü ildən isə artıq yeni modellər tətbiq olunaraq bu sosial dövlət anlayışları təkmilləşdirilmişdir. Eyni zamanda bir digər örnəyi dəyərləndirəsək, biz görəcəyik ki, Dünya Bankının bununla bağlı konkret iqtisadi düsturu var. Bu nədir? Daha çox iqtisadi ədəbiyyatlarda tax to GDP, yəni gəlirlərin ümumdaxili məhsulu olan nisbətidir. 2004-cü ildə Azərbaycanda bu nisbət 19%, həmin il isə Amerikada 34%-dir. Yəni, bu ölçülər Azərbaycanda sosial dövlətin olmamağının konkret göstəricisidir. Həm hüquqi kontekstdə, həm iqtisadi kontekstdə. Eyni zamanda sosial dövlət və liberal iqtisadi dövlət modellərinin əsas ana fəlsəfəsi ondan ibarətdir ki, sosial dövlət bütün iqtisadi həyatda müdaxilə edərək bütün fəaliyyətlərə müxtəlif məhdudiyyətlər qoyur. Yəni, həmin ölkələrdə vergilərin miqdarı, həcmi olursa yüksəkdir və dövlət vətəndaşların əlindən sözün yaxşı mənasında o vergilərin bir hissəsini toplayaraq təhsil, səhiyyə, ictimai sahələrdə bu xidmətləri özü göstərir. Lakin liberal iqtisadi modeldə isə dövlət bazarın və iqtisadi münasibətlərin liberallığını, o azad işləyişini pozmur, aktiv şəkildə ona müdaxilə etmir, bazarın öz qanunları olduğunu tanıyır və buna şərait yaradaraq bazar iqtisadi